Salam əziz şagirdlər və tələbələr. Bugün sizlə bir yerdə riyaziyyatdan ən birinci mövzumuz olan natural ədədlərdən başlayacağım izah etməyə. Natural ədədlər saymaq üçün istifadə olunan ədədlərdir. Böyük N hərfi ilə işarə olunur. Natural ədədlər birdən müsbət sonsuzluğa qədər gedir. Natural ədədlər haqqında belə bir şeylər deyə bilərik. Sonra başlayaq rəqəmlər və ədədlərdən, yəni riyaziyyatın təşkil olunduqlarından. Rəqəmlər 0-dan 9-a qədər olur. 0, 1, 2, 3, 4, 5, 6, 7 və 8, 9. Ədədlər, sizə belə bir izah verim. Ədədlər rəqəmlərdən təşkil olunur. Lakin rəqəmlər ədədlərdən təşkil olunmur. Bu nə deməkdir? Yəni, məsələn 10 ədədi. Baxın, burada yazmışam. Və yaxud 27 ədədi. Biz burada 1-dən 0-dan, 2-dən 7-dən istifadə elədik. Nəyə ərsəyə gətirdik? Ədədləri. Rəqəmlərdən ədədlərə ərsəyə gətirdik. İndi gəlin digər rəqəmlər, digər çoxluqlara baxaq, riyaziyyat çoxluqlarına. Tam ədədlər çoxluğu, rasional ədədlər çoxluğu, irrasional ədədlər çoxluğu və həqiqi ədədlər çoxluğu. Bunlar nədir? Bunlar riyaziyyatın çoxluqlarıdır. Natural ədədlər dediyimiz kimi saymaq üçün istifadə olunur. Birdən başlayır, müsbət sonsuzluğa doğru gedir. Tam ədədlər Z hərfi ilə işarə olunur. Mənfi və müsbət ədədləri, yəni mənfi sonsuzluğu və müsbət sonsuzluğu təşkil edir. Rasional ədədlər Q hərfi ilə işarə olunur. İrrasional ədədlər I hərfi ilə işarə olunur və kökdən çıxmayanlardır. Həqiqi ədədlər R hərfi ilə işarə olunur və baxın, burada qeyd eləmişəm. Q və I-dən ibarətdir. Q və I nədir? Q rasional, I isə irrasional ədədlərdir. Sonra keçək bunlara, yəni mərtəbə vahidlərinə. Mərtəbə vahidlərini biz necə tapa bilərik? Bir çox tələbə burada çətinlik çəkir, amma çətinlik çəkəsi bir şey yoxdur. Təkliklər, məsələn, bir ədəd deyək, bizə bir ədəd denə. 5. Məsələn, 5. Buradakı təklik elə 5-dir. Daha böyük bir ədəd deyək, məsəl üçün 15. Məsələn, 15. Buradakı onluğu tapaq. Onluq nə deməkdir? 10 ədədinin, baxın burada qeydiyyəydə, 10 ədədinin sonunda birdən 0 var, düzdür? Buradakı bir 0-dır. 15 ədədinin son rəqəmindən bir dənəsini çıxırıq. Neçədən onluq var? Əgər ki, 15-dən birini sildik. Bir dənə onluğumuz var. Daha böyük bir ədəd deyək, məsələn, 3227. Gəlin buradakı ədədləri tapaq. 17. Buradan təkliyimizi tapaq. Təkliyi yadınıza saxlayın. Hər ədəd özü qədər təklikdədir. Məsələn, 3217 ədədinin 3217 dənə təkliyi var. Onluğu nə qədərdir? Sondan bir dənə ədəd silirik. Yəni 7-ni sildik. 321 dənə onluğu var. Yüzlükdə 2 dənə 0 var. 2 dənə ədədi silirik sondan. 1-i və 7-ni sildik. 32 yüzlüyü var. Minlik. 3 dənə 0 var. 3 dənə 0 var. Sondan 3 dənə ədədi silirik. 3 dənə minliyimiz var. Bu formada 10 minlik, 100 minlik də gedir. 10 minlik, 100 minlik. Bu formada işarə olunur. Gəlin indi bundan danışaq. AB üstü xətt və AB fərqi nədir? AB üstü xətt 2 rəqəmli ədəd deməkdir. Eynən də ABC üstü xətt. Bu da 3 rəqəmli ədəd deməkdir. Hərflərin sayı qədər, əmsalların sayı qədər ədəd olur. Açılışı necə olur? 10A, üstə yensin B. Bunun açılışı 100A, üstə gəl 10B, üstə gəl C şəklində olur. Belə, bu formada. Bəs AB nədir? AB 2 dənə ədədin, rəqəmin hasili deməkdir. Yəni A vurulsun B. Sonra orada nə var? Qalıqlı bölməmiz var. Qalıqlı bölmə nədir? Struktur olaraq bölünən, bölən, natamam qismət. Qalıqlı bölmədə qalmışdıq. Struktur belədir. Bölünən, bölən, natamam qismət və qalıq. Bizdə bir qeydimiz var ki, hər zaman qalıq böləndən kiçik olmalıdır. Bərabər və yaxud da böyük olmamalıdır. Heç vaxt. Çünki o zaman misalın cavabı çıxmır. Yəni, boş çoxluq olur. İndi mən sizə demişdim ki, əgər böləndən kiçik olarsa,
Qalıq elə bölünənin özünə bərabərdir. Necə yəni? 7-ni 0-a böldük. Cavab 0 düşdü, qalıq 7 düşdü. Başa düşdünüz indi? Ən böyük natural ədədimiz yoxdur. Çünki dediyimiz kimi natural ədədlər 1-dən başlayır və müsbət sonsuzluğa doğru gedir. Ən kiçik natural ədədimiz isə 1-dir. Cüt ədədlər və tək ədədlərdən danışaq. Cüt ədədlər 0, 2, 4, 6 və 8 ilə bitənlər və eynən bunlar. Tək ədədlər isə sonu 1, 3, 5, 7 ilə bitənlər, 1, 3, 5, 7, 9 ilə bitənlər və bunların özü. Sadə ədədlərə keçək. Sadə ədədlər nədir? Sadə ədədlər yalnız 1-ə və özünə bölünən ədədlərdir. Onlar bunlardır, yazdıqlarımdır. 2, 3, 5, 7, 11, 13, 17, 19, 23, 29, 31, 37, 41, 43, 47, 53, 59, 61, 67, 71, 73, 79, 80, 89, 97, 101, 103, 107, 109, 113, 127, 131, 137, 139'dur. Bunları əzbər öyrənmək lazımdır da, lazım deyildir. Çünki bizə imtahanda çoxluq sual düşəndə sadə ədədlər çoxluğunu seçin deyilir və orada bizə bunlar lazım olur. Və yaxud da başqa bir sual düşə bilər. Məsəl üçün 2 və 59 arasında və yaxud da 1 və 60 arasında olan sadə ədədlər çoxluğunu seçin olur. Yəni belə suallar ola bilər, qarşınıza çıxa bilər. Mürəkkəb ədədlər nədir? Mürəkkəb ədədlər 3 və daha artıq böləni 10 ədədlərdir. Bu arada qeyd. 1 nə mürəkkəb, nə də sadədir. Yəni bir nə mürəkkəb deyil, nə ki sadə deyil. Və 2-dən danışaq. 2 bizdə bilirsiniz ki, bəlkə diqqətinizi cəlb eləmiş olar. Bu ədədlər içərisində cüt ədəd sadəcə 2-dir. Və 2 yeganə ədəddir ki, sadədir. Nə üçün? Çünki 2 ancaq 1-ə və 2-yə bölünür. Amma digərini götürsək, məsələn 4. 4-ün həm 1, həm 2, həm də 2, 4 olaraq 3 dənə böləni var. Və bu mürəkkəb ədəd gedir. Sonra bölünmə əlamətlərini deyək və yekunlaşdıraq. Digər izahlar isə abis partlara deyəcəm və bir də 2 dənə nümunə deyəndən sonra misal üzərində bağlayacağıq. Deməli, bölünmə əlamətləri. 2-yə bölünmə əlaməti. Gəlin yazım, sonra göstərim. Bölünmə əlamətləri bunlardır. Gördüyünüz kimi buradan başlayır, bura qədər. 2, son 0, 2, 4, 6 ilə 6 və 8 olan bütün cüt ədədlər yəni 2-yə bölünür. 3 cəmi 3-ə bölünən ədədlər, rəqəmlər cəmi 3-ə bölünən ədədlər 3-ə bölünür. 4 son 2 rəqəmi 4-ə bölünən və ya son 2 rəqəmi 0, 0 olan ədədlər 4-ə bölünür. 5. Sonu 0 və 5 ilə bitən ədədlərin hər biri 5-ə bölünür. 6. 6 2-yə və eyni zamanda 3-ə bölünən ədədlərin hər biri 6-ya bölünür. 10. Sonu 0 ilə bitən bütün ədədlər 10-a bölünür. 9 da deyək. 9 da 3 kimi rəqəmləri cəmi 9-a bölünən ədədlər 9-a bölünür. Bunlar nədir? Aşağıda yazdıqlarım. Bunlar 6-12 kimi. Yəni 12 nədir? 12-nin bölünmə əlaməti 3-ə və eyni zamanda 4-ə bölünən ədədlər 12-yə bölünür. 3-ə və eyni zamanda 2-yə və eyni zamanda 7-yə bölünən ədədlər 14-ə bölünür. 3-ə və eyni zamanda 5-ə bölünənlər 15-ə. 18 isə 2-yə və eyni zamanda 9-a bölünənlərdir. 21-də 3 və 7, 28-də 3 və 8. İndi deyəcəksiniz ki, nə üçün burada 2 və 6 yox, burada 4 və 6 yox. İndi bunlar deyim sizə. Nə üçün 4 və 6 yox? Çünki 4-ə və 6-ya bölünəndə ortaq 2 böləni var. 2 onların ortaq bölənidir. Amma bunlarda ortaq bölən yalnız 1-dir. Ona görə bunu götürdük. Bunları götürdük. Bugünlük bu qədər izah olaraq. İndi isə